Hər günə bir vlog seriyama xoş gəlmisiniz. Bir neçə gündür dayanmadan yağış yağır və mən özümü çox melankolik hiss eləyirəm. Belə havalarda uzunqol bir sviter geyinib, kofe alıb əlimə, yağışı seyr eləmək mənə çox zövq verir. Amma öncə dünəndən qalma stəkanları yumalıyam. Zəhləm gedir stəkan yumaqdan, amma buna məcburam. Ümumən ev işləri içində görməyi ən sevdiyim hansı deyə soruşsaz, yəqin ki, masanın üstünü silmək olar. Belə səthin üstünü siləndə o tozların görünmə anı var. O mənə çox zövq verir. Bir də paltar yuyan maşına paltar atmaq. Bu ikisini çox sevirəm. Amma qalan heç nə demək olar ki, sevmirəm. Bu masanın üstü təbii mərmərdən olduğuna görə həmişə ləkə tutur və bu çox əsəb pozucudur. Ancaq üstünü spirtlə təmizləyirəm. Üstündəki ləkələri aparmaq üçün bir vasitə bilirsinizsə, kommentdə yazsanız pis olmaz. Təzə qaşlarımı da geyinib üz tuturam Nuşa tərəf. Ümumiyyətcə mənim ən sevdiyim qoğal Nuşda olur. Bilmirəm, orada bişən hər şeyi çox sevirəm. Biraz gəzinti eləyirəm özüm üçün. Burada balaca şirinliklər var. Ən çox sevdiyim şey parkda yürüyüş eləməkdir. Amma çox təəssüflər olsun ki, bizim ölkədə parkların sayısı azdır. Varsa da ağac sayısı azdır və yaxud da çox alçaq ağaclardır. Hər dəfə bu Domino's pizzanı görəndə ürəyim Papa John'sdan pizza almaq istəyir. Valla normalda anime baxmağı sevmirəm, bir şans verim dedim, amma yenə sevmədim. Çiğ köftəyə nə qədər acılı eləyin desəm də həmişə acısız eləyirlər. Oğlan Diyarbakırdan bir dənə bibər gəlib, ondan verəcəm sənə. Həqiqətən də dəhşət dərəcədə acı idi, gözümdən yaş gəldi. Belə şirin bir qutu tapdım, görə necə dəyərləndirim mən də bilmirəm. Sağ olun.